Herkese selam dostlar. Bu günləri CPU haqqında danışacağıq. CPU-ların çox növləri var və fərqli-fərqli adlandırma modelləri var. Və nəyə lazımdır? Hər bir şeyini detallı danışacağam və çox texniki dərinliyə girmədən başa salacağım sizə. Gəlin başlayaq. CPU nədir? CPU prosesordur, kompüterin beyni deyir. Hər bir əmrə hesablama əməliyyatı icra edir. Tak tezliyi var. Bu GHz deyir. Bir saniyədə neçə əməliyyat edə bildiyini deyir. Məsələn üçün 3.5 saniyədə 3.5 milyard əməliyyat yerinə yetirir. Sonra L1, L2, L3 nədir? L1 ən sürətli amma kiçik yaddaşdır. L3 orta sürətli, həcmli deyil. Ən böyük keş yaddaşdır L3. Və xüsusilə oyunların FPS artırmaq üçün L3 çox vacibdir. Məsələn üçün deyəcəm də hansılara. TDP nədir? TDP prosesorun maksimum nə qədər güc işlətdiyini və nə qədər qıcağını göstərir. Yüksək TDP daha çox güc və daha çox istediyi tələbatı edir. İndi gəldi Intel-in indekslərinə. H nədir? HX nədir? U nədir? K nədir? F nədir? Prosesor sonunda. K sürətləri artırıla bilən, overclock oluna bilən güclü CPU-dur. Məsələn üçün, onun normalı var. Məsələn üçün, 4.4 GHz. Overclock olub, məsələn üçün deyirəm, 4.8 GHz-ə qalxa bilir overclock olaraq. F nədir? F daxili qrafik kartı yoxdur, AGP'si yoxdur. Mütləq xarici kart olmalıdır. Bu nə üçündür? Məsələn üçün, mən oyuncuyam, düzdür? Məsələn üçün, gameram. Mən kompüter alacamsa, deməli, mən xarici GPU alacam. Və GPU mənə lazımdır. Əlavə xərcdən sizi qutarır. Yəni F olanda GPU olmadığı üçün ikisi də prosesor olsun eyni. Birində F-dirsə, birində F olmasın. F olmaya baha olur, F olmaya ucuz olur. Çünki GPU yoxdur. Oyun yöneticisi F alın və xarici GPU olmalıdır. KF isə həm overclock olmur, həm də daxili video kartı yoxdur. Bu da oyuncular üçündür. Hərfsiz məsəl üçün. Bunlar standart daxili qrafik kartı var notebookda. O ultra enerji sərfiyyatını deyir, zərər qədər onu saxlayır, gündəlik işlər və off üçündür. Və o seriyasında yadda saxlayır. Daxili kart olur, xarici kart heç vaxt olmur. Çünki bunlar gücü az işlətmək olduğu üçün belə olur. P orta güc, orta batarya ömrüdür, nazik notebooklar üçündür. H isə yüksək performans, oyun və montaj notebookları. H2 isə masa üstü gücündə ən ağır oyunlar və işləmsələr üçündür. HS isə çox vaxt AMD-də olur, H qədər gücdə amma sərfiyyat işləyən balanslı notebooklardır. Qrafik nüvə kartı, yəni IGP və APU nədir? IGP prosesin daxilində hazır gələn video kartdır. Yəni ayrı video kart almadan görüntü almaq və işlər görmək imkan verir. Yəni sizin əgər GPU-nuz olmasa siz görüntü ala bilmərsiniz notebookda. Məsələn F alasınızsa 100% daha xarici video kart almalısınız. Çünki onda ekran görüntüsü alamıyorsunuz. Çünki onda IGP yoxdur. IGP daxildir. Intel IGP-lərini alacaq. Intel HD 2004 daha çox köhnə generasiyadır, ancaq ekrana görüntü yüklədir, YouTube sinyalıyır. UHD isə standart ofisdən film izləmək üçündür. Intel XR isə giriş səviyyəli oyunlar aşağı ayarlarda daha güclüdür. Yəni aşağı ayarlarda yüksək oyunları oynamaq olur, ağır oyunlara. Intel Arc ən yeni Intel Core Ultra prosesorunda gələn çox güclü daxili qrafik kartıdır. AMD APU, Radeon E. APU əslində daxili qrafik kart olur həmən kimi, amma daha çox güclü olur. Bunlar nə üçündür? Məsələn üçün, notebook istəyirsiniz, güclü olsun, yəni orta güclü olsun, GPU-su, amma xarici olmasa daxil olsun, çünki daha az enerji yesin. Məsələn üçün, burada AMD çox yaxşıdır. Məsələn üçün, Radeon 680M, 780M və ya 890. Yəni bunlar güclü olur. Yəni demək olar ki, bütün oyunları açır, aşağı və orta qrafikada yaxşı FPS-lə. Və batarya çox qəniyyətçilidir. Onun üçün də. Benchmarklarda GPU benchmarkında GPU və xarici video kartdan gücü xalla ölçən test proqramıdır. Xal nə qədər yüksəksə, oyun montaj performansı o qədər yaxşıdır. İndi Intel prosesor ailələrine gələk. Celeron Pentium N seriyası ən aşağı bütçəlidir. Sadə ofis və dərslər üçündür. Yəni bunları almasınız da yaxşıdır. Almağa qəti məsləhət görmürəm. IQ isə baza səviyyəsidir. Ofis dərs, sadə oyunlar üçün, yəni çox aşağı oyunlar üçün. i5 isə ən ideal qiymət performans balanslı oyundur. Oyunlar və gündəlik işlər üçün ən çox satılandır. i7 yüksək performansdır. Ağır oyun, video montaj. Maksimum i9 isə maksimum gücdür. Peşəkar render, ağır işlər, flagman sistemlər. Intel Core isə yeni adlandırma, Intelin süni intellekt nüfuz dəstəkləyən ən yeni prosesorlardır. Xeon ev istifadəsi üçün deyil, serverlər üçündür, böyük məlumat bazasıdır. Xeonun fərqi nədir? Xeonun GHz-i az olur, amma növbəsi hədsiz çox olur.
Və məsələn üçün bunlar 7-24 işləyir dayanmadan. Yəni dayanmadan işləyirlər. Ona görə bunların növbə sayları çox olur, QS-ləri nisbətən aşağı olur. İndi AMD-nə gələk. AMD-nin ailəsi. Ryzen 3 var, Ryzen 5 var, Ryzen 7 var, Ryzen 9 var. Ryzen 3 baza səviyyəsi, Ryzen 5 ən çox üstünlük verilən qiymət performans modelləri, ən çox satılan verilir. Ryzen 7 isə oyunçular kontent yaradıcılar üçün seçimləyir. Ryzen 9 isə maksimum növbə render gücüdür. X3D modellər var Ryzen'in. Məsəl üçün Ryzen 7 7800 X3D. Oyun üçün əlavə cache yaddaşı olandır və oyun üçün ən yaxşı AMD prosesor. Ümumiyyətlə oyun üçün ən yaxşısıdır. Gəlin sizə bir nümunə göstərdim. Məsəl üçün Ryzen 7 X məsəl üçün bu yaxşıdır. Baxın. Gəlin göstərdim. 96 megabayt L3. Yəni bu L3 çox olması oyunda hədsiz vacibdir. Çox böyükdür yəni. Mənim prosesorum i5 12450X-dir. Baxın. L3 12 megabayt. 12 megabaytda 96 megabaytdır. Yəni çox böyük fərq var burada. Onun üçün bu yaxşıdır. Yəni onun üçün əgər alasınızsa birbaşa X3D alın. Bunlar oyun üçün sırf yaxşıdır. Soket nədir? Soket ana plataya oturduğu yuvadır. Məsələn üçün internet soketləri var. LGA 1700, 12-ci, 13-cü, 14-cü nəsil, LGA 1851, yeni Ultra Core. Hər iki nəsildə bir soket dəyişir. AMD isə AM4-dür. Köhnə DDR4 platformasıdır. Uzun illər dəstəkləndi. AM5 isə yeni DDR5 platforması üçündür. 7-ci və yuxarı nəsillər üçündür. İndi mimari və mobil prosesor'a gələk. X86 nədir? ARM nədir? X86, X64 ənənəvi PC notebooklar üçündür. Intel AMD. Məsəl üçün, indi 99.99% X86, X64 mimaridir notebookların. ARM64 isə mobil cihazlardır. Məsələn, telefonlar, planşetlər, MacBooklar və bəzi notebooklar var. Bakteriya çox az işlədir. Çox effektivdir. Məsələn üçün, gəlin danışaq. Apple Silicon, MacBooklarda M1 prosesor, M2 prosesor, M3 prosesor, M4 prosesor. Bunlar Mac'ları istifadə olunur. ARM arxitekturasıdır. Az enerji ilə inanılmaz performans və uzun bateriya ömrü verir. Yəni notebookla, məsələn, oyun notebookum var mənim, Lenovo. O 3 saat performans verir maksimum gücdə. Bu isə maksimum gücdə məsələn 14 saat, 20 saat arası verir. Yəni bunlar üçündür. Məsələn, gəlin danışaq. Snapdragon'lar. Bir də şeydə var. PC-də yeni gəlib, yəni notebooklarda və s. Snapdragon var. Notebooklarda Snapdragon X Elite var. Bildiyimiz mobil Snapdragon. Bu da mobildir, amma personal üçün nəzərdə tutulur. Personal üçün deyirəm, notebook üçün nəzərdə tutulur, kompüter üçün. Dünyaya gələn yeni ARM prosesordur. Windows notebookla ömrü uzatmaq, bateriya ömrünü uzatmaq və yüksək enerji üçündür. Yəni bunun nə üçündür? Yüksək effektlik dediyimiz nədir? Bateriya hədsiz çoxlayır. Hədsiz çox bateriyadır. Yəni bateriya istəyirsə Snapdragon yaxşıdır. Amma oyun üçün yaxşı deyil. Çünki oyun üçün bunlar nəzərdə tutulmayıb hələ ki. Hələ ki oyun üçün dəstəyi də yoxdur. Yəni məsələn deyək ki Apple alsınız, yəni Apple MacBook alsınız, oyun oynamaq üçün 1 qram dəyməz. Çünki bunlar oyun üçün nəzərdə tutulmayıb. Render və s. bunlar yaxşıdır. İndi gəl prosesor danışaq. Oyun və balanslı üçün i5 yaxşıdır. 13-14-cü nəsil. KH. Və Ryzen 7, Ryzen 5, X3D. Sadə olsa dərsin isə i5, i3, U seriyası və ya Ryzen 3-5 seriyası. Maksimum bateriya ömrü isə Apple M seriyası və ya Snapdragon X Elite, Intel Core Ultra və ya AMD-nin APU-ları. Xarici video kartısız oynamaq üçün AMD-nin APU-su yaxşıdır yəni. Çox şeydə və bateriya çox yaxşı saxlayır. Məsələn üçün 8 saat bateriya saxlayır bəzi AMD-lər. 8 saat yəni çox böyük notebookda. Bizdə X86, X64-dür. Üzr istəyirəm, X64. Yəni çox böyük bateriya saxlayır. O memariyə görə hədsiz yaxşıdır. Genetik hallar testləri. Geekbench və Cinebench. Telefon onda Antutu xalı var da, baxırıq ona görə prosesor nə qədər xalı varsa, o qədər güclü olur. Geekbench isə sadə günlük işlər üçün, ümumi sürət üçün xal verir və çox tezdir. Cinebench isə ağır işlər üçün, render, montaj zamanı CPU maksimum nə qədər güc olduğunu ölçür. Xal nə qədər çoxsa o qədər yaxşıdır. Məsələn, siz bunu ölçməyinizə ehtiyac yoxdur məsələn üçün. Prosesor yazın, iki də prosesor arasında qalmışsınız da, ikisinə də yazın, Cinebench yazın, bitdi.
Onlar özləri sinəmini testlər edirlər, xallarına baxın, müqayisə edin. Yəni bu testləri eləmək üçün immunovoid eləməli deyilsiniz xal tapmaq üçün. YouTube-da çoxlu videolar olur. Oyun testləri ilə də maraqlana bilərsiniz. FPS-dən hansı yaxşıdır, hansı yaxşıdır. Oyunlara prosesor yoxlamaq üçün qrafik ən aşağıya 1080p-yə low alın. Çünki bunlar FPS video kartı yox, CPU-ya düşür. CPU-ya düşdüyünüz üçün CPU yüksək. Yüksək video sistem, yüksək qrafikdə olanlarda GPU-ya düşür, aşağı qrafikə çəkin. FPS nə qədər çoxdursa, o qədər yaxşıdır, yəni. Yəni CPU-ya düşür. Və hansı prosesor daha yaxşı, yüksək sabit FPS verdiyinə baxın. Sonra ağır fayl və arxiv test edin. Məsələn üçün deyirəm, 10 GB-lıq bir fayl var, onu çıxardım. Məsələn üçün deyirəm, bir dənə prosesor 5 dəqiqə çıxartdı, o sizə 3 dəqiqə 30 saniyə, 3 dəqiqə yarıma. 3 dəqiqə yarım yəni yaxşıdır o mənada. Qızma və nə işləyirsən? İki prosesor eyni güc verə bilər, amma biri 60 dərəcədə rahat işləyir, biri də 90 dərəcədə. Məsələn üçün prosesora baxanda, məsələn üçün deyirəm, 6-cı nəsil məsələn üçün deyirəm, düz olmaya bilər. 6-cı nəsil HX var, bir də 10-cu nəsil U var. 10-cu nəsil U yaxşıdır. Onlar daha az qızır və eyni gücü verir. Çünki nəsil fərqi var. Nəsil fərqi çox vacibdir. İndi onlara danışdıq. İndi nəsil GPU nəsil sıralaması var və performans fərqi var. Bir də dostlar, az elektrik işlədən, az vat olan, çox işləyən GPU hər zaman üstündür. Xüsusən notebookda. İndi GPU-dan danışaq. Intel HD 2000 və HD 4000 köhnə nəsillər. Çox köhnədir. İkinci və üçüncü nəsil Intel GPU-larında var. Nə edə bilir? Ancaq ekran görüntü verir. YouTube-da 720p 1080p videosu. Oynamaq üçün demək olar ki, imkansızdır. Çünki çox zəifdir bunlar. Və bunlara biz X deyək. X də 100%-dir. Intel UHD. Intel 8-ci nəsildən 13-cü nəsilə qədər olan standart Office prosesorlar daxili GPU-sudur. Nə edə bilir? Film, browser, Office proqramlar, çox köhnə oyunlar. Məsələn, GTA San Andreas, Counter-Strike 1.5. Təxminən Intel HD-dən 100-150% gücdür. Yəni Intel HD 100%-dirsə bu 200-250%-dir. Təxminən 2 və ya 2.5 dəfə. Orta səviyyəli indi qrafiklərə gəlir. Intel XT ən çox populyar olan qrafik kartı. EU80 və EU96. Bunların fərqi nədir? i5-də 80 EU'dur, i7-də 96 EU'dur. Əgər bu maraqlansınız dərinliyinə kimi. Süni intellektlə maraqlanır. Yəni mən burada sətri göstərəcəm, sətri danışacağam. Intel'in 11-ci, 12-ci, 13-cü nəsil notebooklarına gələn ilk ciddi qrafik kartı stajıdır. Nə edə bilir? CS2, Valorant, GTA 5, Dota kimi oyunları 1080p'də aşağı ayarlarda 30-60 FPS oynadır. Yəni daxili GPU ilə. Xarici GPU yoxdur. Sadə 1080p montajlarda yaxşı işlər görür. Performansı Intel UHD-dən 150 və 200 dəfə güclüdür. Yəni 2.5 və 3 dəfə. Intel UHD. Intel UHD bilirsiniz yəni nə qədər güclüdür 4000-dən. Yəni üstünə gəlin. Axırda deyəcəm yüksək səviyyələr. AMD Radeon 680, 780M və 890M. AMD IP-lar bunlar. Bunlar AMD Ryzen 6000, 7000, 8000, 9000 seriyasında olan notebooklardır və Apple prosesorundan daxili qrafikasıdır. Bunlar nə edə bilir? Xarici video kart olmadan hətta Cyberpunk 2027, God of War kimi oyunları FSR dəstəyi ilə 1080p'də yaxşı oynada bilir. Intel X'dən 40%, 70% güclüdür. Intel UHD isə 4-5 dəfə 400% güclüdür. Yəni əgər oyunlar oynamaq istəyirsə yüksək zərəkədə, yəni bateriyada bu dəyər, yəni orta qrafikada, orta FPS-də dəyər. Yəni notebooksun yaxşıdır, flagman səviyyələri. Intel Arc iGPU. Intel Core Ultra da gəlir. Əgər yeni Ultra Core da var, bir də seriya 1 var, seriya 2 var. Təqdim edir. Yəni bunlar nə edə bilir? AMD Radeon kimi güclüdür. 4K video rahat işlərə görə bilirsiniz məsəl üçün. Yəni çox güclüdür. Intel X seriyadan 80-100% daha güclüdür. 2 dəfə yaxın. AMD Radeon isə demək olar ki, eyni. Bəzi oyunları 5-10 FPS qabaq keçir. Burada nəsə səhvlik olub məncə. 40% olmalıdır. Məncə daha çox olmalıdır. Burada səhv eləmişəm. Cemdən sözü araşdıra bilərsiniz. İndi qısa xülasə gələk. Bunlar dediyimiz kimi 2000, 4000, 1x-dir, bu 2.5x-dir, bu 6x-dir, bu
Bu isə 12-si, bu da 12-si. Yəni çox güclü fərqlər var. Intel tərəfdə ciddi sifarişlər. Intel tərəfindən ikinci nəsil Intelin tarixi ən böyük sifarişlərindən biridir. Çünki sürət və performans birbaşa 30-40% artıldı. Niyə vacibdir? Həm çox az qızırdı, həm də çox güclü idi. Vaxtı ikən çox oyunlar yaxşı oynanırdı. 8-ci nəsildə isə AMD Ryzen çıxartdığı üçün Intel'də məcbur qalıb son ilk dəfə növbə artışına keçdi. Məsələn üçün i5-in 7-ci nəsli 2 növbə idi, 8-ci nəsli isə 4 növbə idi. Bu çox böyük fərqdir. i5'də isə 4 növbədən 6 növbəyə keçdi. Yəni performans 40-50% artdı. Yəni desəz ki i5 7-ci nəsildən yoxsa 8 mütləq. Yəni çox böyük fərq var. 40-50% heç də azdır, heç çox böyük fərqdir. 12-ci nəsillər dəyişikliklər əsasən hibrid növ oldu. Yəni nə mənada? Notebooklar. Məsələn üçün P-Core var, E-Core var. Bunlar nədir əsasən? Deməli, oyun oyununda P-Core işləyir. İş görəndə isə adi yüngül var işləyir, Y-Core işləyir. Bunlar vacibdir. Biz üstünə görə az batarya içir, yəni performans koreləri işləmir, daha aşağı giqsə işlər görmək üçün, yüngül işlər görmək üçün. Intel Core Ultra isə seriyalar var. Məsələn üçün Intel Core varsa, bunlar köhnə nəsillərdə. Nə mənada? Məsələn üçün i5-in 10-cu nəsilləri adlarını dəyişdirdilər. Ultra isə bunlar güclü nəsillərdə. Həm də axırı o gücü çoxdur. Həm də NUP var içində, süni intellekt blokları. AMD tərəfindən ciddi strateji. AMD 1000 seriyası Zen 1 2017. AMD-ni batmış revolutasiyadan xilas edən ilk Ryzen seriyası idi. Niyə vacibdir? İnsanlar ucuz qiymətə çoxlu növbə, 8 növbə 19 potok. Potok yəni TRC-dir. Verir. Intel'in monopolisiyasını bitirdi. 5000 seriyası Zen 3 2020. Dəyişilir. İlk dəfə AMD sırf oyun performansını Intel üstələdi. Yəni AMD-nin parlayan vaxtları idi. Niyə vacibdir? Tək növbədir, single core, yəni inanılmaz çox gücü artırır. Ryzen onlara zəifdir, müfid tamamilə dağıtdı. Ryzen 5600, Ryzen 7 5800X. Məsələn üçün Ryzen 5 5600. Bu inanılmaz çox satdı. Yəni hədsiz çox satdı bu CPU. İndi AMD-dən 7000 və 7000 X3 deyisinə gələk. AM5 və X3 deyib. 2022-2023. Dəyişilik. AM5 soketi ilə DDR5-ə keçildi və X3 deyə yaddaş keş var, L3. O hədsiz böyüdü. Göstərdiyim kimi, məsələn, bunun Ryzen 7-si, Ryzen 7 bu versiya. 96 MB L3-dür. Bu hədsiz böyüdü. Oyunlar üçün çox yaxşıdır. Intel'in inteqrasiya olmuş iGPU tərəfsindən danışaq. Baxın dostlar, əgər siz istəyirsinizsə performans həm GPU, H və H2-dən uzaq durun. H2 çox vaxtı xarici GPU olur, amma H-larda olmur. Məsələn üçün i5-in bu versiyasının XE deyir, bu isə UH-dir. Bilirsiniz ki, XE UH-dən qat-qat güclüdür. Bunu niyə elədi deyən deyək. H2 seriyası oyun prosesorlardır. Intel bu prosesorları dizayn edəndə düşünür ki, oyun notebook alanı üstündə mütləq xarici video kart alacaq. RTX 4050 və 4060. İndi deyəsiniz ki, bəyaz notebooklar var, H-dır. Səbəbi niyə? Səbəbi GPU görməyən işlər görmək üçündür. H P-dən daha güclü, daha çox enerji sərf edir. Və bunun əsas məqsədi GPU görməyən işlər üçün CPU işləri görədilər üçündür. Yəni GPU mənə lazımdır, CPU lazımdır. Qızıl qayda mütləq video kartı almaq deməli bununla danışaq. Ultra 3-ün qızıl qayda. Videoda mütləq deyilməli olan hissə danışacağım. Xarici video kartı olmayan sadə notebooklar alırsınızsa, təkcə prosesor nəslindən H2 tərəfini görüb aldanmayın. Nəyə görə? Çünki video kartsız i5 2450 HX i5 alsınız. Yəni dayanlar çox zəifdir. Yəni baxın. Bundan buna demək ki, eyni şeydir iGPU-su. Çox eynidir. Sadəcə nəslinə görə biraz fərq var. Çox az fərq var. Gözü görünməyəcək. İndi UH-ləri bunlar da oyun montaj üçün əziyyət çəkirsiniz. Çox. Xarici video kartı notebook üçün ən yaxşısı iGPU. Intel'in XE, yəni U seriyası və AMD Radeon 8 6800 7800. Deməli, DGPU-suz video kartlarından aşağı, CPU-lardan aşağı üzr istəyirəm. Niyə DGPU yoxdur? HX-ların bəzilərində. HX-larda H-da olur, HX-da yox, üzr istəyirəm. HX-da çox vaxtı olur, çünki nəyə görə? HX çox güclüdür. Onun soyutması var. Qalınlığı var, yəni çox qalın olmalıdır və çox səs-küy verir. Ona görə
Oyun notebookunda işlərlər çox vaxtı. Nadir hallarda olur deyəsən. Görməmişəm belə nadir hallarda ola bilər. Yəni o notebook almağa dəyməz. Amma H deyərsən ki, H çox güclü olmur. HX kimi. Çox enerji içəndir. Buna görə də yəni notebooklarda olur. Əgər notebookda video kartı yoxdursa, daxil video kartı varsa, Intel UHD-dirsə, bu istehsalçı ora zəif U üçün yox, güclü HX və HX qoyurlar. Çünki niyə? Dünyada milyonlarca istifadəçi onların işini qrafik kartı, video kartı yox, sırf mərkəzi prosesor görür. Çox adam var. Yəni onlar üçün GPU var dedi. Yox, üzr istəyirəm. Paradoks. Niyə deyil GPU yoxdur? Daxili video kart yoxdur. Yəni HX-lərdə. Deyil GPU-suz xarici video kartsız danışaq. Deyil GPU-suz məsəl üçün prosesor danışaq. HX və H. Bunlarda niyə UHD var? Niyə zəifdir? Gəlin onlarla danışaq. Əgər notebook alasınızsa, RTX video kartı yoxdursa, daxili video kart sadəcə Intel UHD-dirsə, niyə istehsalçı ora zəif U yox, güclü HX prosesora qoyurlar? Çünki bəzi işlər var ki, onlara çox güclü GPU lazımdır. GPU lazım deyil. Ona görə də H alırlar. Məsələn, U-yu alasınız, CPU-su zəifdir, GPU-su güclüdür. Amma bunu CPU istifadə edən üçün əhəmiyyətsizdir. Çünki o GPU-dan istifadə eləmir. Və bu qiymət baxımından çox faydalıdır. Yəni təsəvvür edin, i5 14050H alırsınız, bir də i5 14050HX var. Məsələn üçün deyirəm, biri 1000 manatdır, bir də 1700 manat. 1700 manatın üstündə məsələn RTX 4050 var. Amma sonra istifadə eləməyəndən sonra vacibdir o qədər 700 manat pul verəsiniz, əgər bütçəniz qısıtlıdırsa. Yəni məsəl üçün mən onun üçün yaradılıb bu. Video kartınız CPU işlər üçün H yaradılıb. Və gedib RTX 4050, 3050-yə çox pul vermiyorsunuz, hədsiz pul tutmasın deyə. Onlar üçündür. Bunlar arasında fərq nədir? H versiyaları standart yüksək performanslı olur. Məsələn 40-55 watt. GDP-siz bana çox yayılıb. Amma HX isə ekstremal güclü yəni. İndi deyəcəm bundan ekstremal güclüdür. Məsələn 55 watt və daha yuxarı tok tələb edir. Məsəl üçün məndə i5 12450HX var. 55-dən 157-yə qalxır. 157-yə deyəcəm niyə qalxır? Nətər qalxır? Bunlar daha çox güc çəkdiyi üçün daha çox qızır. Yüksək enerji istədir. Yəni buna görə də oyun notebookuna qoyurlar. Yüksək qızdığı üçün güclü fan, qalın lazımdır dəmir soyutmaq üçün. Yəni onlara qalın qollar. HX-də çox vaxt oyun notebookunda istifadə olunur. Çox nadir hallarda və ya yoxdur. Mən görməmişəm yəni bunu deyənlərə. Olsa nadir hallarda. Yəni bunu almağa dəyməz. Çünki çox qızacaq, səs salacaq. Ondan sonra haş olun. Güvəri desəz ki, məndə xarici GPU yoxdursa U alın. U oyunçundan H-dan daha yaxşıdır GPU istəsiz. Dediyim kimi əlavə 300-500 dollar pulunuz cibinə qalır. Ehtiyac olmayan RTX kartını vermirsiniz. Yəni bütçəniz çox azdırsa, bütçəniz yəni limitlidirsə və vermək istəmirsinizsə. Həm də bateriya boş yer yemir də, yəni bateriya dediyim kimi çox qalır. Səssiz işləyir və az işləyir və çox bateriya. Yəni dediyim kimi bu prosesordan diqqətli olun və gəldik rəqəm tələsi AMD-nin. Nədir bu? 7000 var, 8000 var, amma bu alınmıyor. Nəyə görə? Baxın bunlara. Bundan bunda cəmi bir də 20-30 fərq var. Amma o deyil. Zəif iGPU, bu isə orta iGPU. Gəlin bundan baxaq. Görən nə GPU-lar var fərqli. Yox, deyim 710. Yox, 610 üzr istəyirəm. 610 düzdür. Gəlin fərqinə baxaq. Və Vega 7. Gördüyünüz kimi.
Bu daha çox yəni. Bu 0.5 bu hədsiz yəni fərq var. Yəni buna baxın. 0.5 flopslar bu şey gücüdür. GPU gücü. Yəni bunda görsə yəni rəqəmlə görə nə qədər fərq var. Baxın. 3 nöqtə qədər fərq var yəni. Ondan sonra bu məsələn indi gəlin 4-ə baxaq. 4-də görə nə var? Yeddi min 700-600. Çox güclüdür. Baxın. Yəni 5 5.32 ilə 1.8-də çox böyük fərq var. Çox böyük. Və 2.7 bu 2 5.5'miş. Yəni bu çox böyük fərq var. Bunlardan çox ehtiyat olun. İkisi də 7 deyib Allah'ım. Yəni bu nəsildir. Bu kodlarına deyəcəm. Məsələn üçün baxın. Gəlin deyək. 7 nə deməkdir? 7 7-ci nəsil. 5 ilə 6 varsa bu 5-cidir. Ryzen 5-dir. Burada 6 olsa deməli yenə Ryzen 5-dir. Bu isə bu vacib yerdir. Nəsil bu fərqlərdir. Məsələn IGP çox fərq var burada. Üçüncüdə. Birinci nəslidir. İkinci hansı olduğunu deyir. 5-6 olarsa dediyim kimi Ryzen 5, 3-4 olarsa Ryzen 4, 7-8 olursa Ryzen 7, 9 olursa Ryzen 9 var. Bunlardır. Sonra neler var? Yani, bakın Ryzen burada dediğim gibi burada var. Mesela HX-lara şeydir, desem masaüstüdür ya da şey üçün zəifdirlər yəni. Yəni dediyim kimi ular dediyim kimi nə üçündür ular? Enerji qənaəti üçündür və IGP-ları nisbətən bunlardan yüksək olur. Çünki bunlar xarici video kartsız gəlmirlər. Çünki bunların məqsədi oyun üçündür, güc üçündür. Bunlar xarici video kartına daha çox güclü olur. Bunlar isə minimum enerjini yüksək sərfiyyat etmək üçündür. Yəni çox iş görmək üçündür. Bunlar çox qəşəngdirlər, yəni güclüdürlər. İndi gəlin Intel'dən ən böyük prosesor məhsuluna baxaq. Intel'in 13-cü və 14-cü nəslindən ehtiyatlı olun. Çünki nəyə görə? Bu prosesor çox qızır. Yəni bu mif falan deyil. Yəni bunu çıxardanda hədsiz çox enerji yeyir və mavi ekran gəlir, kompüterdə sönür, belə sistem çökür, gördüyünüz kimi. Yəni voltaj çox oldu AMD-nə çatdırmaq üçün. Yəni AMD çox yaxşı prosesorlar buraxdığı üçün ona elə oldu. Və prosesor da çox yerdə, yəni buna baxın. 300 watt nə deməkdir? Məsələn, üçün gəlin sizə göstərdim nə qədər fərq var. Gör bu nə qədərdir. TDP yaz, elə TDP yaz o bəsdir. TDP güc deməkdir. 125'dən başlayıb 253'ə qalxır. Yəni 253 bu yazıda saxlayın, maksimum 253. 120. Gör nə qədər fərq var dostlar. 130 maksimumda 162'dir. Yəni görürsünüz nə qədər fərq var. Paşda 100'də, yəni 90-100 arasında, yəni paşda 100 deyə. Paşda 90 deyə, nə 80 deyə. Yəni çox böyük fərqdir. Eyni gücü görür. İkisi də eyni gücdədir. Amma gəl ki çox enerji içir. Çox enerji də dediyim kimi ziyandır. Çox enerji tələbatı pus almaq üçün. Daha çox qızmaq deməkdir. Eyni gücdədirlərsə az enerjidən həmişə yaxşıdır. Buna görə sizə yəni bu nəsillərdə amma hər prosesora qızmır. Onu da deyəm. Məsələn üçün i5 13700K, 14700K bunlar notebooklarda HX seriyada kəskin idi. i5 və i3-ün orta səviyyəlidir. Məsələn üçün 14000 bunlar az enerjidədir, problem az təsirli və normal işləyir. Amma düzün desək həll elədilər də bunu. Amma nətər 7-5 watt güc aldılar. Wattını da azaltdılar oldu. Yəni amma belə 7 ilə 3 watt güc arası çox belə böyük fərqlənmirsə ehtiyat durun biraz araşdırın.
Masaüstü və digər danışaq. Ən ucuz maksimum performans istəyirsə, baxın bu ən qəşəng prosesordur. Yəni oyuncuların ən çox satılan prosesor bu oldu. Və ya bu. Intel isə bu. Bu ikisi. Yəni bunlar çox ucuz idi. Müasir oyunlara video kartları qoyaraq rahat oynayırdılar yəni oyunlara. Yəni hər şey rahat açıldı. Həddən artıq qızmırdı. Baha soyutma tələb eləmirdi. Bir də bu belə yəni dediyim kimi, o belə nəsillər alsız 13 oynayırdınız Intellə. Ahar soyutma da lazım oldu. İndi oyuncu istəyirsə oyuncu, sırf oyuncu. Birbaşa AMD alın. Ryzen 7 7800 X3D. Bunu dediyim kimi 53 böyük olur. Gəlin deyirəm onun 53-nə baxaq. Məsələn, bir dəqiqə. Megabayt ara, 96 megabayt ara. 3 qat fərq var başlarında. Başlı 3 qat. Yəni görürsünüz, birbaşa AMD bu böyük şeydir, vacib şeydir 53. FPS oynasın çox böyük şeydir. Eğer ağır montaj render istiyorsa Intel Core Ultra 7 veya Ultra 9 Serie 2 veya AMD'nin bu versiyalarını alın. Çoxlu nüvə vacibdir çoxlu iş görmək üçün. Notebook üçün gələk. Uzun batarya ömrü istəyirsə U və HS alın. Intel'də isə Ultra Core və ya U. Bataryanın sorumlular dedim ki, adaptörsüz rahat işləyir. Həm adaptör yüngül olur, həm də qızmır. Yəni budur söhbət. Baxın. Kompüter qızmır. Fanı az işləyir, səs salmır. Adaptör yüngül olur. Və kompüterdə nazik olur bir tərəfdən də. Nasıl istəyirsə, dediyim kimi AMD-nin 7900X və Intel-in Core-nin A7, A9 və ya A-lar alın. Yəni HX olanlar, HX və H. Maksimum səsli üçün istəyirsə, yəni notebookumu götürün mən, yüngül olsun, səsi gəlməsin, qızan olması istəyirsə MacBook bir nömrədir burada. Amma MacBook'da dediyim kimi oyun oynamaq olmur. Çünki oyun üçün bu oyun üçün nəzərdə tutulmayıb. Onun üçün istəyirsə, yəni bunlardan birbaşa uzaq durun. Bu Snapdragon buna zaten hələ ki. Yəni bu oyun gəlməsə yəni bilmək olmaz. Bəlkə 10 ilə gəldi, 5 ilə gəldi. Yəni o bilmək olmur. Amma əgər yox mən Office proqramları və ya bəzi şeylər işlədəcəmsə, yəni ağır proqramlar. Bunlar çox yaxşı. Məsələn üçün Apple video montajda çox qəşəngdir. M seriyası və Snapdragon X Elite Windows ARM. Qətiyyən qızmadan fan səsi eşitmək istəyirsiniz. Hətta sənə batarya ömrü 15-20 saatdır. Ağır oyunlar üçün nəzərdə tutulmayıb, yəni sırf rahatlıq və iş üçündür. Yəni iş üçün bir nömrədir. Masaüstü üçün oyun üçün qısa xülasə deyək, AMD X3D bir nömrədir. Notebooklara batarya balansı üçün AMD H və Intel Core Ultra bir nömrədir və ya U seriyası. Masaüstü ən ucuz sistem Ryzen'də 5600, 7500, Intel'də isə 12400 H və digərləri. Ağır montaj rənderdə çox növbəli Intel Core və AMD alın. Deməli, prosesorlarım necə baxa bilərik? Məsələn, prosesorun IGP-sinə baxmaq üçün prosesor yazın, bir də IGP yazın. Məsələn, baxın, deyim sizə. Prosesorumu yazdım, mənim prosesorum budur. Bir də qabağına IGP yazdım, gəldi. Intel UHD 12-ci nəsil. Və ya TDP yazaq, nə istəyirsiniz yazaq. Game'in özü avtomatik qabağıza qoyur. 55 volt, 57 kimi, 157 kimi çıxır. Necə milyon çıxır. 3 saat 5 2 megabaytı gördük şimdi. Bunları yazım gelir. Her şey yazım olur. Çünkü RAM support yazabilirim. Kalk. DDR5 lirası, DDR4'te gördünüz şimdi. Yine bak. Yazı görürsün bakar. Atalım. Bakın.
4 növbədir, amma yox 8 növbədir. 4 performans, 4 də effektiv. 12 axındır. Deyə digər şeylər, bunları da göstərmirəm. İndi gəlin nəsillə danışaq. Yəni ay 5, ay 3 aldanmıyor. Yəni bu ay 5-dir, mən bu ay 7-də bu gücdə, o gücdə yox. Üçün 3 nəsil təzəsi. Köhnə ay 5-dən daha yaxşıdır. Baxın. Yoxlayaq. Gəlin bunları yoxlayaq. Gördüyünüz kimi. Baxın bunları qoymuşam da sıralama. Yəni ay 5, ay 7 olub köhnə nəsil almaqdansa ay 3 alıb daha yeni nəsil almaq daha sərfəlidir. Həm ucuz olur, həm də performanslı olur. Bunu bilin. Lazım nəsə dediyim kimi bax bunlardan. Gəlin bunu yoxlayaq. Gördüyünüz kimi. Baxın yəni burada. İndi gəlin rəqəmdən danışaq. Baxın 4 də rəqəm var IMD-də. Bu nə deməkdir? 8-ci nəsildir bu. 8 nə deməkdir? 7, 8 varsa deməli bu Ryzen 7-dir. 4 varsa bu yeni arxitектuradır. Bu isə yenilənmiş deməkdir. Bu yenilənib. Daha əlavə şeylər qoyub üstünə. Eyni CPU daha fərqli şeylər əlavələr var üstünə. O deməkdir. Baxın. Nəsillər. 7-ci nəsil 2023-də buraxılıb, 8-ci nəsil burada, 9-da burada. İkinci rəqəm. Gördüyünüz kimi baxın. Üçüncü rəqəm isə arxitekturadır. GPU və ya bunlar və s. Zen 2, Zen 3, Zen 4. Bu da modifikasyonun standartda bir də yenilənmiş əlavələrdir. İndi gəlin baxaq. Məsələn, bununla da fərq var, çox fərq var. İkisi də 13 nəsil alınmıyor. Sonu 0-0 olan növbəsi çox olur. Tam performans olur. Kəsilməmiş olur. Baxın. Həqiqi tam ay 5-dir, yəni kəsilməyib. Baxın. 12-nü var, 8-nü var, çox bir fərq var. Bu kəsilmişdir, illər də kəsilir. HHX dediyim kimi bunlar CPU-su güclü olur, amma DGPU işlədiyi üçün AGPU-su zəif olur. Bunların isə nazik olmadıqları üçün daha az enerji elektrik gelir. Amma daxili AGPU-su HHX-dan daha güclüdür yəni. Artıq Intel-də i hərfi ləğv edilib yeni nəsillərdir. Bunlar dedim ki, ultralar yaxşıdır. Təzə notebook var, daha güclü artlar var. Amma bunlar isə dediyim kimi 3-cü, 13-cü nəsilləri adlarını dəyişib qoyurlar, gelir. Ehtiyatlı olun. TTV bossdan danışanda. TTV boss nədir? Bax, 2 də var. Biri Max 1-də balaca. Balaca nədir? Həmişə işləyən, bir də var Max. Məsələn üçün, mənim prosesorum budur, kompüterimin. Maksimum 157 vata çıxır. Amma 157 vaxt həmişə olmur. Tal müddətdə var. Məsələn, tal müddətdə 10-15 saniyə olur. Maksimum güclə işləyir ki, bunu tez həll eləsin, tez həll eləsin ki, məsələn üçün deyirəm. Məsələn üçün 55 vatdan 60 saniyə olacaqsa, 157 vatdan 17-15 saniyə düşürülür. 60 ilə 15 tez onu düşürülür. 15 saniyə bitəndən sonra 55 yapılanma qalır. Qısa müddətdə yenə dediyim kimi tezləşdirmək üçün sonra 55-də dayanıb qalır. Gəlin indi oyun üçün danışaq. Dostlar, oyun üçün effektiv çəkirdə heç nə iş görmür. Məsəl üçün, gəlin bunlara danışaq. Prosesorum 5 2450X 8 növbədir. Amma ki 4 dənə performans, 4 dənə effektiv var. 6 performans, 0 effektiv var.
və el3-nə baxaq 18 megabayt, məndə isə 12 megabayt. Sonra GGS-lərə baxaq. Eynən GGS-lər. Core Android. Baxın, oyunda bu daha yaxşı. Çünki 6 dənə performans var. Oyunda əsas performans çəkirdedir. 6 dənə 4.4 GHz var. Bunda isə 4 dənə 4.2 GHz var. Amma çoxlu işlərdə isə bu eyni ola bilər, yaxın ola bilər. Yəni bu yaxın ola bilər ona. Çata bilər, bərabər ola bilər və çox az fərqlə aşağı ola bilər, çox az fərqlə. Yəni onun üçün bu notebook yox, yəni dediyim kimi yüksək performans olanlar alın. Bir də el3 belə onların. Video burada nə dostlar? Bu videoda yəni dediyim kimi səthi dərinliklər yoxdur. Əgər səthi dərinlik istəyirsinizsə, səthi deyirəm, üzr istəyirəm. Dostlar video burada nədir? Əgər videoyu bəyəndinizsə, videoya like atıb kanala abunə olmayı unutmayın. Bu video əsasən ortalama insanlar üçündür. Əgər prosesorda anlaşıcı yoxdursa, bu videoya baxaraq anlaşıcı daha çox inkişaf elətdirə bilərsiniz. Yəni bu videoda çox dərinliyə girmədim. Əgər dərinlik istəyirsinizsə, Alfa-Romeo sürü intellektdən desin sizə. Yəni mən burada hamının başa düşəcəyi dedim. Hamının bilməli olduğunu dedim, kompüter alanların başa çıxması üçün dedim. Anlaşı olması üçün. Və bunu mən linkini qoyacağam, yükləyib baxa bilərsiniz. Çox az kilobaytlıq yerdə. Görəm neçə kilobaytdır bu. 30 kilobaytda 32. Deməli video buradan dostlar, sağ olun. Hələlik özünüzə yaxşı baxın. Gələnki videomuzda GPU-lardan danışacağıq. Yəni qrafik kartlardan danışacağıq.